السلام عليكم ورحمة الله. عباد الله أوصيكم ونفسي بتقوى الله. Əziz möhtərəm müminlər, Şaban ayında, müqəddəs cümə günündə Allah evi olan müqəddəs məkan, məscidlərdə əvvəla özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Şaban aydır, əziz bir aydır, mübarək bir aydır, istiğfar aydır və eyni zamanda demişdik, bayramlar ayıdır. Həzrət Bəqiyyətullah Əcəlallah Fərəcahu Şərif İmam-ı Zaman əleyhissalamın mübarək mövlud günlərini yaşadıq. Allah o həzrətin nurani camalını görməyi bizlərə nəsib eləsin inşallah. Həzrət Əmr əleyhissalamdan bir hədis keçir. Həzrət Əmr əleyhissalam buyurur: İntəzirul fərəc və la tə'yəsu min rəvhillah fə innə əhəbbəl ə'aməli iləlləh əzzə və cəl intizarul fərəc. Həzrət Əmr əleyhissalam buyurur ki, fərəcin intizarında olun, fərəci gözləyin və heç vaxt ilahi rəhmətdən ümidinizi kəsməyin. Çünki fərəcin intizarında olmaq əməllərin ən üstünüdür, ən böyüyüdür. Nə qədər yaxşı əməl düşünə bilərsən? Yaxşı əməl deyərkən ağlımıza nə gəlir? Namaz gəlir, oruc gəlir, ziyarət gəlir, sədəqə gəlir, ehtiyaclara əl tutmaq gəlir, küsürləri barışdırmaq gəlir və s. və ilaxır. Deyir, hər nə qədər sən düşünürsən yaxşı əməl, Həzrət Əmr əleyhissalam buyurur ki, bütün əməllərin cəmindən, hamısından üstün bir əməl var, intizarul fərəc, fərəcin intizarında olmaqdır. Bəs görəsən, fərəcin intizarında olmaq nədir? Ümumilikdə bu sözün lüğəti tərcüməsini biz istəsək, intizar gözü yolda olmaqdır. Bir adam bizdə də deyirlər də, məsələn, gözü yolda qalırsa, deyir, filan kəs intizar çəkir. Bir şey gözləmək, gözü yolda olmağa intizar deyərlər. Fərəc nədir? Fərəc asayişə, əmin-amanlığa çıxmaqdır, aramlığa çıxmaqdır. Bu lüğəti tərcüməsidir. Lakin o istilahda, işlənmədə hansı məna kəsb eləyir intizarul fərəc? O, Ali Muhammed sallallahu aleyhi və aleyhi və səlləmin nəslinin sonuncusu. O, qeybdə olan Allahın vədə verdiyi şəxsin gəlişinin gözləməyə deyərlər. Onu gözləmək. Lakin gözləmək necə olmalıdır? Gözləmək niyə deyirlər? Elə gözləmək, yəni oturmaq evdə, məsciddə, düşünmək ki, bir gün İmam-ı Zaman gələcək və gəlib o bəşərdə vəd olunmuş ədalətli bir düzəni düzəldəcək. Gözləmək budur. Hədislər bizə deyir ki, xeyr. Gözləmək bu deyil. Adam evdə qonaq gözləyəndə nə edir? Qonaq gözləməyin bəzi zəhmətləri var da. Qonaq gözləyən evdə oturmur ki, uzanmır ki bir tərəfdə. Qonağı gözləyən durur, hazırlıqlar görür. Bəzi işlər görür, qonağı qarşılamaq üçün. Qonaq gələndə bu da hazır olsun. İntizarul fərəc, yəni hazırlıqdır. İnsan hazırlaşmalıdır, özü hazırlaşmalıdır ilk növbədə və cəmiyyəti hazırlamalıdır İmam-ı Zamanın gəlişi üçün. Quran-ı Kərimdə bir ayə var. Huvəl-ləzi ərsələ rəsuləhu bil-huda və dinil-haqq liyuzhirahu aləd-dini kullih və ləv kərihəl-müşrikun. Allah ki, Peyğəmbərini haqq olaraq göndərdi. Liyuzhirahu aləd-dini kullih. Ta dini zahir eləsin bütün dünyada, bütün bəşərdə, hər yerdə. Vələv kərəhəl müşrikun, hətta müşriklərin bundan xoşu gəlməsə də bu iş baş verəcək, Allah vədəsidir. Dünyanın hər yerində. Allahın dini üstün olacaq.
Həzrət Əmr əleyhissalamdan gəldilər, soruşdular, dedilər, ya əmirül müminin, axı bu günə qədər dünyada Allah dini hər yerə yetişsin, hər yerə çatsın, hər yerdə tanınsın, hər yerdə hakim olsun, belə bir zaman olmayıb axı. Allah da vədə verib. Həzrət buyurdu, vəlləzi nəfsi biyədəhə həttə la yəbqa qaryətun illə nudiyə fihi bi şəhadə. Dedi, canım əlində olan Allaha and olsun, elə bir kənd, elə bir ucqar məntəqə, hətta bir yer ki, orada bir çadır var, heç kənd deyil. Bu cür yerlər var da, görürsən, məsələn, köçərlər yaşayır. Elə məntəqə belə qalmayacaq ki, orada şəhadətin ucalmasın. Orada Allah Peyğəmbəri qəbul olunmasın. Belə bir yer qalmayacaq. Bukratan və əşiyyə. Gecə və gündüz bu şey baş verəcək. Mütləq baş verəcək. Bəs nədir? Həzrət buyurdu ki, o İmam-ı Zamanın gəlişidir. Bütün bəşərdə dünya İmam-ı Zamanın gəlişi ilə öz haqqını tapacaq. Bütün bəşər əhli onu tanıyacaq. Hədislərimizdə keçir, əfzəlül ə'malı ümməti intizarul fərəc minəllah əzzə və cəl. Ümmətimin, Peyğəmbər buyurur bu hədisi, ən fəzilətli əməli fərəcin intizarında olmaqdır. Başqa bir hədisdə əziz Peyğəmbərimiz buyurur, əfzəlül ibadə intizarul fərəc. İbadətlərin ən üstünü fərəcin intizarında olmaqdır. Bu hədislərdən görsənən budur ki, gözləmək, fərəci İmam-ı Zamanın gəlişini gözləmək, elə oturub düşüncələrə dalmaq deyil. Bir yerdə deyir, ən üstünü əməldir, yəni iş görməlisən. Elə belə oturmaq deyil. Bir yerdə deyir, ən üstün ibadətdir. Yəni, nəsə bunun üçün çalışmalısan. Bəzi irad bildirirlər, deyirlər ki, bu Əhl-i-Beyt məktəbinin tənbəlliyidir. Özləri üçün bir vicdan rahatçılığı tapıblar. Deyirlər ki, İmam Zaman gəlib işləri düzəldəcək. Bizim də heç işlə işimiz yoxdur. Xeyr, bu iradı bildirənlər əslində intizarul fərəci anlamayıblar. İntizarul fərəc bu deyil ki. İntizarul fərəc elə hazırlıqdır. Şəxsi hazırlığımızdır və cəmiyyətin hazırlığıdır. Bunlar hamısı bir yerdə baş verməlidir. Bəs necə olmalıdır? Bu necə baş verəcək? Əvvəldə budur ki, müntəzir, intizarda olan, əvvəl bilməlidir kimin intizarındadır. Biz kimi gözləyirik? Gözlədiyimiz kimdir? Biz ilk növbədə onu tanımalıyıq. Onu tanımaq üçün çalışmalıyıq. Səy göstərməliyik ki, biz İmam-ı Zamanı tanıyaq. Biz bilək ki, kim gələcək. İmam-ı Zamanın varlığı barəsində, İmam Zaman əleyhissalamın həyatımızdakı rolu barəsində mən əziz Peyğəmbərimizdən bir dənə hədis deyirəm ki, bu hədisi bütün İslam məzhəblərinin kitablarında keçib səhih hədis olaraq. Heç kim bu hədisi dana bilməz. Bütün kitablarda var və bütün firqələr də bunu qəbul edir ki, Peyğəmbər bu hədisi deyib. Mən matə və ləm ya'rif imamə zəmanihi matə mitətə cahiliyyə. Hər kim ölsə, amma öz zamanı imamını tanımasa, cahiliyyət dövründə ölmüş insanlar kimi ölüb. Yəni müşrik ölüb, yəni kafir ölüb, yəni dinsiz ölüb. Namaz qılır, oruç tutur, ibadət eləyir. Lakin öz zamanı imamını tanımır. Əziz Peyğəmbər buyurur, hər kəs öz zamanı imamını deyir. Tanımasa, ölsə, cahiliyyət dövrünün müşrikləri kimi ölüb. Əzizlərimiz sual veririk. Bu günləri bizim zamanı imamımız kimdir? Bəziləri deyir ki, İmam-ı Zaman hələ yoxdur, dünyaya gəlməyib. O zaman mən kimi tanımalıyam? Və mən öldüyüm gün öz zamanı imamım yoxdursa, ya Rasulallah, mən müşrik kimi dünyamı dəyişirəm, mənim günahım nədir? Zamanədə imam yoxdur ki, mən kimi tanıyım? Bu Peyğəmbər Əkrəmin hədisi ən möhkəm dəlildir ki, zamanə, imamsız mümkün deyil. Necə ki, Quran-ı Kərimdə də Allah mütəal buyurur, biz elə bir ümmət, elə bir qəbilə belə buraxmadıq ki, onun bir qorxudanı olmasın, bir hüccət gəlməsin onlar üçün.
Və bu gün də Allah hüccəti var. Mütləqdir. Allah hüccətsiz həyat mümkün deyil ki. Hədislər deyir, onun qeybət dönəmində ondan bizim yararlanmağımız günəş bulud arxasında qaldığı zaman insanların ondan yararlanması kimidir. Bu günləri günəş çıxıb görürsünüz, günəş yoxdur da. Hava buludludur da. Amma o günəşin işığı var. Gündüzü işıqlandırıb bizi üçün. O günəşin istiliyi var, biz onun hərarətini hiss edirik, yoxsa donardıq, məhv olardıq. Amma günəşin özü görsənmir, buludların arxasındadır. Səma açıq olanda biz günəşi görə bilirik. Eyni cürdə İmam-ı Zamanın vücudu, bu günləri gözlərinin qarşısında bir pərdə var, biz onu görə bilmirik, amma onun vücudundan istifadə edirik. Onun isti nəfəsindən istifadə edirik. İmam-ı Zamanın öz hədisidir. Buyurur ki, əgər mənim sizə lütfüm, əgər mənim sizə köməyim olmasaydı, vəhşi canavarlar sizi məhv eləyərdi. Hər anımızda, hər dəqiqəmizdə onun bizə bir qeybi yardımı var. Bəzən hiss eləmirik, bəzən duymuruq, o da bizim qəflətimizdəndir. Bəzən oyaq insanlar duyurlar. Oyaq insanlar hiss edirlər ki, bu çətinlik, bu problem, bu müşkül öz başına həll ola bilməzdi. Bunun həllində Allahın bir vasitəçisi var idi, o da İmam-ı Zaman. Bəs biz nə etməliyik? Bəli, öz fərdi əxlaqımızı düzəltməliyik. Bir nəfər ola bilməz ki, İmam-ı Zamanı çağırsın, amma İmam-ı Zamanın gəlişini yubadan əməllərlə məşğul olsun. Ümumilikdə muntazir, intizar çəkən mümin, günah əhli, fəsad əhli ola bilməz. Mümkündür, bəzən qəflətə düşüb bir səğirə günah ondan baş versin, tövbə eləsin, istiğfar eləsin. Bu, məsumdan başqa hər kəsdə mümkündür. Amma da günaha aluda olmasın. Həm içki içsin, həm qumar oynasın, həm başqa günahları eləsin, həm fəsad məclislərində getsin, otursun. Sonra desin ki, mən də İmam-ı Zaman gözləyirəm, İmam-ı Zaman çağırsın. Olmaz ki. Ona görə birinci olaraq özümüzü dəyişməliyik, öz əxlaqımızı düzəltməliyik, öz həyatımızı düzəltməliyik. Evimizin içindəki, ailəmizin içindəki düzəni dəyişməliyik. İmam-ı Zaman istəyən, baxanda sevinəcək bir yaşam tərzi yaşamalıyıq. Ondan sonra o gəliş üçün bir gücümüz çatan işləri görməliyik. Hər kəs nəyi bacarır. Amma ilk növbədə mən birini deyim. İlk növbədə düşüncə tərzimiz, baxış tərzimiz dəyişməlidir. Mömin agah olmalıdır. İmam-ı Zaman o cəmiyyətə gələcək ki, o cəmiyyət artıq ayılıb. O cəmiyyəti hansısa kənar təbliğlərlə onda fikir formalaşdırmaq mümkün deyil. Sosial şəbəkələr sənə bir şey təlqin eləyəcək, sən də başlayacaqsan o mövzuda danışmağa. Yox, deyir, sən düşüncəli olmalısan. Sən o təbliğlərin təsirinə düşməyəcəksən. Sən artıq özün hər şeyi ayırt eləyə biləcək həddə həddibuluq olmalısan. İmam-ı Zaman həddibuluq olmuş bir cəmiyyətə gələcək. İmam-ı Zaman ayrılmış bir cəmiyyətə gələcək. Baxışlarımız, düşüncələrimiz, fikirlərimiz, amallarımız, hədəflərimiz dəyişməlidir. İmam-ı Zaman o cəmiyyətə gələcək ki, o cəmiyyətdə hər kəs özünü müntəzir hesab edən, intizar çəkdiyini düşünən hər kəs fikir ayrılığına baxmayaraq, düşüncə ayrılığına baxmayaraq, hətta əqidə ayrılığına baxmayaraq bir hədəfi vurmağı bacaracaq. Müsəlmanların, İslamın xeyri üçün eyni nöqtədə çalışmağı bacaracaq. Bu İmam-ı Zamanın istədiyi bir cəmiyyətdir. Belə bir cəmiyyətdə o həzrət gəlib iş görə bilər. Belə bir cəmiyyət yaranmayana qədər mümkün deyil. Bütün imamların zamanlarına qaydın, mən sözümü yekunlaşdırıram. Deyildi ki, intizarul fərəc əfzəlül ibadə, ibadətlərin ən fəzilətlisidir. Mümkündür bir nəfər gəlsin buna, irad bildirsin bu sözə. Ki, siz nə danışırsınız da, bəs namaz qaldı, oruc qaldı. Bütün imamları şəhid eləyən cəmiyyət hamısı namaz qılan idi, hamısı oruç tutan idi, hamısı zikr əhli idi.
Zahirən hamısının təqvası var idi. Hamısı hafiz-i Qur'anlar idi. Qur'anı gecə-gündüz oxuyanlar idi. Amma Quran oxuyub anlaya bilmədi, başa düşə bilmədi. İslamın, müsəlmanların dərdini anlaya bilmədilər. Gəldilər imam qatili oldular. Həzrət Əli əleyhissalamdan başlayaraq kim şəhid elədi Həzrət Əmr əleyhissalam? Bəyəm dinsiz idi. Məyər ibadəti yox idi. Əminliklə deyirəm, əminliklə deyirəm. Zahiri ibadəti bizim hamımızdan üstün idi. İbn-i Mülcəmin, lənətullah əleyh. Zahiri ibadəti çox idi. Amma fayda vermirdi o zahiri ibadət ona. Və sonraki imamların hamısının şəhadəti eyni hadisələrlə təkrarlandı. Və İmam-ı Zaman da deyir ki, sizin sadəcə quru əhkam ibadətiniz olsa, mən gəlsəm məni də şəhid edəcək. Ona görə Allah ona icazə vermir. Siz ayılacaqsınız, siz dərrakə sahibi olacaqsınız, siz düşünə biləcəksiniz. Ondan sonra deyir, Allah icazə verəcək mənim gəlişimiz. Ona görə belə bir zaman, belə bir mühit gəlib çatıb ki, artıq müsəlmanlar düşünməlidir. Bütün dünya İslamla, müsəlmanla mübarizə aparır. Buna görə müsəlmanlar başa düşməlidir. Öz hədəflərini bəlli eləməlidir. Və o İmam-ı Zamanın gəlişi üçün təbii ki, bir zəhmətlər, bir işlər görməlidirlər və ilk növbədə bir-biri ilə qəlbləri barışmalıdır. Bir-biri ilə səmimiyyətləri yaranmalıdır. Bir-biri ilə münasibətləri gözəlləşməlidir. Allah'ın verək izzətinə, cəlalına, əzəmətinə. Allah mütəal bizləri həqiqi intizar əhlindən qərar versin inşallah.